Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət Mühəndisliğinin 223-cü bölümünü başlayıram. Umarım ki, yeni bir Türk insanının yarattığı uyğarlıqdan, yazı və dil uyğarlığından yeni bir kitabla ki, neçə yüz il ömrü ola, ondan tanış olaq və düşmənlər yaratdığı cəhl-ü cəhalət atmosferindən, fəzasından, içindən çıxıb öz varlığımızın, öz uyğarlığımızın içinə və dərinliklərine gedərək özümüz olaq, özümüzə qayıdaq və özümüzü tanıyaq. Bu anlamda, bu ümidlə başlayıram bugünkü kitaba gedirəm. Görürüm ki, bugünkü kitab hangidir? Dünənləri 3 kitaba baxdıq əslində. Hətta bəlkə 4 kitaba baxdıq. Bu günləri gedək görək ki, bir kitaba baxmaq niyyətindəyəm. Görək ki, nə var və nə yeşəlikdadır, qalıbdır o. Bu kitab da yenə vətəndə, türklərin vətəndə deyil, zahirən elə bu addan bəllidir ki, Fransada saxlanır. Görək burada Məsnəvi idi. Mən burada Məsnəvini oxurum. Per Yahya Bey. Yahya Bey adında bir insana Şəbtəvi. Yahya Şəbtəvi. Per Yahya Bey. Yahya Şəbtəvi. Görək ki, bu kimdir, nə xarədir? Fransada saxlanılır. Bu kitab gördüyünüz kimi kitabın əvvəl səhifələrində ya onun əvvəlində bir şeylər yazıblar və Fransızca. İndi kitabın bir kağızına baxaq, görək ki, kağızı nə cürdür? Kitabın cildi dəridən ya göndən imiş, amma zaman içində çox əpriyib gedibdir. Qıraqlarında bir gözəl haşiyəsi varmış. Bu haşiyələrin qızıl rəngi ilə, yəni sarı desək daha yaxın, amma qızıl da, qızıl rəngi ilə, bəlkə də qızılmış, bəlkə də qızıl rəngiymiş, bilmirəm, onlarmış, amma ortasından biraz aşağısına bir su ya yağ keçibdir, görürük. İçərisini, səfənin içinə baxanda görürük ki, Osmanlı dövründə olan, raic olan və çox incə bir sənət ki, bu günlərdə dünyada çox raicdir, teknolojide xüsusən. O nəqqaşını görürük. Bir ayrı səhifədə görürük. Bu bilmirəm necə oldu. Kitab 1800 ehtimalən oktyabr ayında 24 oktyabr 1881-də bu kitabxanaya girmiş ola bilər. Belə zənni gümanım mənim bu yoldadır. Burada bir 195 yazıbdır, bir dənə də 36 yazıbdır. Bunlar nədir? Cümlə-i keşvərdə bir güzidə sənsən, sədəf-i aləmə fərbidə sənsən. Fərbidə sənsən. Qaliba bu həzar didə-i fələk görmədi sana bir bəgzər insi mələk. Şeiridir burada əvvəldə cildin arxasında ya bir-iki səhifə sonra yazılıbdır. Burada yenə bir Fransa bölümü var. Təəssüflə o bölümü də mən oxumadım. O birisi gündə demişdim ki, onu oxuyaram, oxumadım. Onu da beləsi eləyirəm, dostlar. Google-in Google-i ki açırıq. Google-i açanda burada bu üstdə görürsünüz, mikrofonun yanında belə bir şey var. Onu vuranda bizə seçənək verir ki, ya burada bir seçənək verir, görürsünüz. Ki, ya əks salaq, ya da ki, arşivdən gedək gətirək. Buradan bunları seçmək olur. Mən əks salmağı istəyirəm ki, bu səhifənin üstünə zoom edir. Burada əlbəttə bir iş də görsədir. Elə ki, aparırıq onun üstünə. Deyir ki, bu teksti seç ya da tərcümə elə. Hər ikisini vururuq. Mən indi tərcüməni vururam. İngiliscəyə görək ki, nə deyir burada bizə. Əgər əlbəttə bunu gərək biraz da üstüə aparaq ki, qeytər saxtalıya olmadı bu.
Tamam, burada bir şey yazdı. Görək bu nədir yazdı ki, birazdan əlbəttə mən bunu kopya eləyə bilmədim. Onu da xatırladım ki, kamil foto eləyə bilmədim. İndi bunu qoyuram. Ya Google-ın özündə ya da bu chat olan yerlərin birinə qoyuruq və istəyirik ki, onu bizə tərcümə eləsin. Tamam, indi görək bunu nə tərcümə eləyir. Deyir ki, qatışıb bir-birinə, ona görə bilmirəm ki, Fransədir, Almandır ya İngiliscədir. Çox qatışıq yazıb, düz də yazıb yazıq. Deyir ki, zistşinasiyə mərbut olur. پزشکی همراه با نسخه 19 بدنها در استان فلان اگر این تفسیری yani باشه بدن ما چه tamam. Zahirən bunu görək ayrı bir vaxtda əksin salaq eləyək ki, bu Kamil o bölümü tərcümə eləsin. Gedək görək ki, o birisi səhifələrdə nə var? Səhifəni gəlirik, görürük ki, bir nəqqaşı çəkiblər burada. Ya da çəkməyə başlayıblar və ondan sonra bir möhür görürük və bir çoxlu şeir filan yazılmış. Amma kitab çox zay olubdu, heyf olubdu, zay olubdu. Bu birisi səhifə biraz yaxçıdır, amma yenə o zaylıq məsələsini görürük. Bu son səhifəyə gələndə, yəni bu səhifəyə gələndə burada 3 dənə möhür görürük, 2 dənə möhür görürük ki, iki başqa adamların möhrü olmuş ola bilər. Aşağıda yenə bir latin görürük, bir nəfər yazıbdır və kitabın özünə yetişdik. Kitabın əvvəli dedik Osmanlı dövrünə olduğu üçün o üstdəki nəqqaşısı ki vardı, o çox bəlli elir. Yazısı çox gözəl bir yazı ki, mən oxuya bilərəm, anlaşa bilərik kitabla və üçüncü səhifədən o dövrəsindəki çarçöbə var idi, rəhli, qızılı, onlar aradan gedir. Qırmızı xəttinə nazik bir çarçöbə çəkiblər. Yazı kitabın şirazəsinə, yəni ortasına çox yaxındır. Oradan kitabın iki tərəfi, iki səhifə gəlir, bir-birini yapışır. Ora çox yaxındır. Üç tərəfi kitabın boşdur ki, yazı yazılsın ya da şeir gözəl görsənsin. Qırmızı yazıları görsənmir yaxçı. Kitab burada yazıblar ki 192 səhifədir, amma nə deyirlər? PDF-də də 192-dir, elə kitabın özü də 192 səhifədir. Çox gözəl bir qələmlə nazik və gözəl əl yazıdır. Orada əvvəldə bir tarix var idi, amma o tarixi burada mütəəssifanə belə nəzərə gəlir ki, burada mütəəssifanə deməyək, gəldik burada bir səhifəyə yetişirik, yəni 47-ci ya da 14-cü səhifədir ya 35-ci səhifə burada göstərir PDF. Orada görürük ki, arxasında, yəni onun arxa səhifəsində bir çox latincə bir şeylər yazılıbdır. Amma onlar da məncə oxunmur. Bəlkə əlbəttə kompüter verilsə oxusun. O birisi səhifədə də yenə yazılıbdır ya yazılmayıbdır. O birisi səhifənin kopyasıdır. Bilmirəm, düşübdür onun üstünə. Ondan sonra yazılmayıb ta elə bu birisi səhifədə də 22-ci səhifədə də ki, PDF-də 51-ci səhifə nədən isə görsənir, onu bilmirəm, amma burada 22-ci səhifədir. Yəni 44-cü səhifə olar. Bu 23 və 24 burada yazıları görürük. Bu qismətdə çoxlu yazılar görürük. Buradan bu üzə ehtimalən tərcümə eləyiblər bunu. Bir nəfər ya dərs deyirmiş ya da ki, anlamaq üçün düşüncələrin ya bir ayrı düşüncələri orada yazırmış. Kitabı davam edirik. Burada bir yerə gedirik ki,
Şahpəri cəfanın gədayı mübtəlanın əsrar keşandığından xoşnud olmayıb. Buna da əgər qeysaq görsək görərik ki, nədir? Ehtimalən burada bir həylə yazmışdı, amma zahirən ki o deyil. Mən bundan əks salmalıyım o fransəsindən görəm ki nə deyir. Çünki qatışmışdı burada. Kitabı ortalarına da gedirik, görürük ki su keçibdi və çoxlu buna zərər dəyibdi. Çox heyif olubdu, amma yenə də oxumalıdır bu kitab. Çox heyif olsun. Kitabları biz saxlaya bilməmişik və habelə satmışıq gedibdi. Axirində kitabın elə bir ki bir tarix mən görürüm ki, əgər eləyə bilsəm burada Təmmətil kitab-ı şah-ı gəda bi unillahil məlikil vəhhab kətəbəul fəqir muznib əl-muhtac ilə rəhmətullah Teala Dərviş Məhəmməd. Deyir ki, bu kitab-ı şah-ı gədadır. Fikir edirəm, belə bir kitab oxumuşuq biz. Mən belə gəlir nəzərimə ki, belə bir kitab oxumuşuq. Şah-ı gəda. Tarix qoymayıbdı təəssüflə. Bir dənə də möhr vurub altında Dərviş Məhəmməd yazıbdı. Dərviş Məhəmməd yazıb bunu. Tarix də təəssüflə qoymayıbdı. Görək ki, buradan sonra bir tarixlər görə bilərik ya yox. Burada bir tarix görürəm, səneyi 1000. Bunu ki, burada altında əli ilə başqa bir adam yazıbdı. Səneyi 1005 hətta. Səneyi 1005 də bu adam bura bir şey yazıbdı. Bu xətti də görsədir ki, orada o zaman sonra yenə aşağıda bir dənə mətləb yazıb, onun da altında səneyi 1005 qoyubdu. O birisi səhifələrə gedək, görək o birisilərdə də belə bir şey var ya yox. O birisilərdə də elə beləsi yazıbdı, gedirik aşağıya. Haza kitab-ı şah-ı gəda. Orada da bir mətləb yazıb, amma şey qoymayıbdı. Burada da 1409 deyə bir mətləb yenə fransızca yazıbdı. Mən bunu bu səfər əksin salım, görüm ki, bunu burada nə yazıbdı. The image shown a handwritten Latin inscript on an old document or manuscript page. Kitap yazı. The date is 1409 is visible at the top. The title appears to be Noch Poema Ethicum, Night Ethical Poem. Adı beləsi qoyublar Fransa. The text indicates it was ex Cosmoia Trisis bu converted from a Turkish work. A name possibly Çah Koda Arendis is. Hala bunun əgər əksini saldıq, əgər onu bizə versə bir dənə qeydləliyə görək, əksini versə daha yaxşı olar. Bu o tarixi burada vurublar. Buna baxaq. Qeydərəm o əvvəldəki inciyə də baxaram. Burada görürük ki, kitab 442 il öncə yazılıbdı bu kitab. Bunu buradan bildik əvvəl. Ən azından bu yazılardan bildik. Əlbəttə ondan qabaq yazılıb, çünki bu kitab alınıbdı və üstündə sonralar yazı yazılıbdı. Amma qeydək ki, bu əvvəldə o Fransa bölümünə görək ki, burada da 1881-i görürük. Əcəba bu nədir?
Əgər eləyə bilsək, buradan çıxa bilsək. Burada da bir şey görürük. Yaxşı, deyir ki volume volume of buradakı deyir. Bunu deyir ki bu yazıda 86 səfədir. Oktobrun 24-i 1881-də bu kitab bunların əlinə keçibdir. Yəni olur bu məsələn üst-üstə 107 bu 25 il, o da 20 il, 46 il. Deyək ki 146 il falan bu öncə belə bir şey. Əlbəttə burada vardı, eləsək 2025-dən çıxsaq 1881-i 145 il, 144 il. Öncə bu kitab bunların əlinə keçibdir. Burada bu səhifə mənə çox önəmlidir. Bunu da eyni o cürsə əgər eləyə bilsək bir iş görək ki, bu səhifənin əksini salsın bizə. Tamam, indi bunu tərcüməsini buradan istərik. Çox gözəl. Burada 2-3 dildə indi yazdı bunu. Düz deyib yazıq ki, çox qatışıq bir mətnidir. Mən bunu copy eləsəm, qoysam bura. Görək burada nə deyir. Deyir ki, bu neçə dildən qatışıqdır. Fransa, İngilisi, bimə'ni, bəxşi farsi, ordu, Mevlana, Dərbari Mevlana. Acaba buna əks versək bizə oxuya bilərmi? Onu əksi də bizdə deyil, onu əks salsaq. عکس کمک کرد. یک متن فرانسوی دست‌نویس قدیمی است و خواندنش به خاطر خط و سبک قرن 18-19 کمی دشوار است، اما من آن را تا حد ممکن بازخوانی و ترانسکریپشن ترجمه می‌کنم. yazıbdır. Çənd واژه واقعا ناخواناست چون خط بسیار به هم ریخته و مرکب پخش شده. ولی بیشتر حالا bu ki oxuya bilmir də biz bunu çalışırıq ki ترجمه تدوین او کتاب را ترک کرده است در حدود 179 صفحه که نیست. مرد بیمار است که باید این متن نه ادبی است و نه مذهبی، بیشتر شبیه یادداشت کتابداری، بایگانی یا پزشکی است. عبارت فلان او کتاب را ترک کرده معمولا در کتابداری قدیم یعنی کتاب نیمه کاره رها شده، نسخه ناقص است. بلسی yazıb burada. 9 صفحه لیف یعنی 179 برگ، یعنی حجم کتاب بیبله 179 برگ. یعنی آن مرد بیمار شاید اشاره به کسی است که کتاب یا پرونده مربوط به او بوده است. شماره‌ای de بوده احتمالاً. Tamam, bunu ötürdük, getdi. Bu qədər bizi görər. Gedək kitabın özündən biraz oxuyaq. Bu səhifə ki oxuya bilənmərəm çünki çox da şey qatışıbdır. Onun üçün bu 2-3 səhifədən keçirik. Kitabın özünə yetişdik. Görək kitabın özü nə deyir. Hətta orada yazmışıq Qurbevo Şahı Ceda, bağışlayın. Şahı Ceda kitabı yazıbdır və səfəsində yazmışdı ki 190 neçə idi? 192 deyək hələ burada. Səfhə 192.
Görək nə yazıb burada, kitabın özünə baxaq, görək kitab nə deyir. Bismillah əgər burada ortada yazılmış isə gedibdir. Ya da ki, elə özü də deyir, kitab yarımçılıq qalıbdır, yazılmayıbdır. Onu mən də fikrim qabaqçı bölümlərində Bismillah sətri ey ulul əlbab oldu miftahi qufl babi kitab. Dildə yazılsa cəravu nəqş-i rüqum, dildə yazılsa kiravu nəqş-i rüqum, kəşf ola eyni ilə ulum, şəms-i ulum. Göstərər tiğvəş o hüsn-i məqal, münkiri müstəfaya ruy cəlal. Əvvəlün əvvəlinə həmd edəlüm, əvvəlün əvvəlinə həmd edəlüm. Rah nəzmə o seyf ilə kəbədəlüm. Kəbədəlüm bilmirəm nə deməli, ya gedəlüm də ehtimalən. Gedəlüm. Ola bilər gedəlüm olsun. Buldu ol tiği ayine-i asa, nur zikri cəlali ilə cəla. Kəşfeden kişi o didə cani. Kəşfeden kişi didə cani, gördü anda cəmal rəhmani. Zülcəlal olsa təkmi ol mərad. Burada təkmi oxunur, amma mənisini bilmirəm nə olur. Zülcəlal olsa təkmi ol mərad, nuri roşən əyan edər zülmat. Zin edər mühri məqami sər o misal, zəyyin edər mühri məqami sər o misal. Can dil bağını açar o nəhal. Nəzər ilə o sətr dilcüyə, sürə başda bənzər əbruyə. Üstə də bunu bənzər gərək oxuyaydıq bir yerdə. Ehtimalən onu yazılsa nəra olmaz əlbəttə. Mən istədim onun o huzur oxuyayım, o olmaz. Sürə başda bənzər əbruyə. Oldurur əvvəl kəlam-ı qədim, axirətdə kilid bab-ı nəim. Aləm itrə pənah-ıdır nasun, ilmi oldu səninlə sünnə Abbasun. Ehtimalən bu zənnə Abbasun ya sünnə Abbasun satla yazılıbdır. Ona görə bilmirəm ki, bu zənni ki olmur. Çünki zənni yazılanda dəstəli z ilə yazılmalıdır. Amma bu dəstəsiz z ilə yazılıbdır. Zəkkə məsələn, Abbasun oldu, Zəkkə Abbasun. Oldu mühri hərfi ey xud istixsal, pərdə-i şahid an şəhr cəmal. Bismillah əvvəlində, bismillah öləndə nöqtə-i ba, bismillah əvvəlində nöqtə-i ba, çünki b-dan danışır, ona görə mən əvvəl oxudum bunu. Eyni elmün səvadidir məhza. Eyni elmün səvadidir məhza. Səvad iki məniyə burada vardır. Bismillahın bayını deyir ki, Bismillahın bayı ki əvvəlində vardır nöqtəsi, nöqtə-i ba, o beyin altındakı nöqtə. Eyni elmin səvadidir. Eyni elmin özüdür, kölgəsidir, qəranlığıdır. Beləsi səvad burada qəranlıq anlamındadır, amma eyni savad anlamında da gətirmək olar. Məhza, bu da ki məhz odur. Hərfi badur sərbədi o bəyan, sərbədi o bəyan. Burada bədi ilə sər bir-birinə yaxın olubdur. Yadından da çıxadıb səri yazıbdır. Sonra götürüb üstündən ikisinin arasında biraz üstlükdə yazıb bəd, yəni bədi. Hərfi badur sərbədi o bəyan, bədi sözündən gətiribdir. Bülünür anın ilə ilmi nəhan. Salikə sinidir
cinahi. Bismillahın o hərflərinə, hərəsinə bir şey yazır, bir şeir yazır. Salikə sinidir cinahi necah. Cinahi necah. Mə'niye mim, Bismillahın miminə yetişdi. Ərbəinə səbah. İncə yoldur süməddi Bismillah. Bismillahın məddindən danışır. O Bismillah. İncə yoldur süməddi Bismillah. Eyni əma edər, eyni əma edər mi ana nicah. Bir ona baxanda göz çoralar. Eyni göz, əma çorluq. Eyni əma edər mi? Sual soruşur. Ana baxmaq. Dideyi cani aç aləl təhqiq və arır Allah'a varır Allah'a ol təriq dəqiq. Olmaz ol əşrəfül kəlamə şəbih. Olmaz ol əşrəfi kəlamə şəbih. Məddi yümiddü dedir sana tənbih. Məddi yümiddü dedir sana tənbih. Yürüyüm qəflət ilə sübh-ü məsa. Yürümə qəflət ilə sübh-ü məsa. İncidən incidir təriq xuda. İnci bir növ mürvariddir, belə nəzərə gələn. İncidən incidir. İnci mürvarid, ikinci inci hünəri bir şey danışır. İncidən incidir, yəni ondan da zərifdir, ondan da gözəldir. Təriq-i xuda. Ləfzətullah, Allah sözünə gəlir. İndi yetişir Allaha. Ləfzətullah ismi əzəmdir. Allahın haqqında Allah kəlməsinə, sözünə ismi əzəm deyirlər. Yəni ən yüksək addır. Niyə? Çünki Allahın adıdır. Onun üçün ismi əzəmdir. Ondan böyük bir ad yoxdur. Ləfzətullah ismi əzəmdir. Cümleyi əsmadən ol mükərrəmdir. Burada məna elədi onu. Eyni eşq ilə ana baq biqzad, bəq bizzad. Bəq yəni bax. Eyni eşq ilə, göz eşqi ilə, ya eşqin gözü ilə. Eyni eşq ilə ana bəq bizzad, bəq bax. Oldu müstəcmi cəmi sifat. Oldu müstəcmi cəmi sifat. Allah deyirlər ki, sözü yazaq ya eşidaq Allah. Deyirlər bu Allahın mənası tamamilə yaxçı sifətlərin hamısı bu Allahın içində cəm olubdur. Ona görə bu ismi əzəmdir. Məsələn, Rəhman, Rəhim, Qadir, Mütəal, Alim, Bəsir, Sami, bu cür sifətlər ki vardır, bunların hamısı deyir o Allahın, Allah dediyimiz ismin içindədir. Bunu bəzi dostlar mümkün çətin düşünələr. Mən bir seri burada getmişdim Kanadanın ya belə quzeyinə. Orada bilirsiniz bu Kanada düzdür ki İngilislər, Fransəlilər buranı işğal eləyiblər, adamlarını öldürüblər və yerə sahib çıxıblar. Və indi o yerdən pul qazanırlar. Çox da əcib pul qazanırlar. Yəni metri filan qədərə satırlar, böyük də yer. 9 saat təyyarə bu başından o başına gedir. Hələ güneyindən quzeyinəni demirəm ki, neçə saata gedir. Vaqən bilmirəm, hesablamamışam, amma çox belə ağır pula da bunu bizlərə satırlar, bura gələn insanları. Yəni dünyanın hər yerindən insanları bura gətirirlər, pullu insanları və onlara bunları satırlar. Orada bir ad gördüm. O adı mən yazdım. Çox xoşuma gəldi. Dedim bunu adın, bunlar şeylərinkidir. Yəni çox adları dəyişdirə bilməyiblər. Çox yerin adını dəyişdiriblər, amma bir çox yerin adı elə o əvvəlki insanlar ki burada qoyublar, onlar qalıbdır hələ. Deyək ki, %50'sini dəyişdirsələr, %50'sini dəyişdirə bilməyiblər, hələ qalır. Orada bir ad gördüm ki, bunların
o şey ki türkdə qızıldəri və farsda sorpus deyirlər, onların dillərində yazdım. Bunu sonra Google elədim ki, nədir? Bunun içində bir dana kəlmə idi, o qədər gözəl mənaları var idi ki, dedim bunu mən adımı dəyişdirsəm buna dəyişdirəcəm. Amma təəssüflə sonralar bilmirəm nə etmişəm, o adı tapa bilmədim. Onun üçün məsələn içində istiqlalçılıq, istiqlal, gözəllik, ucalıq, güc, bu cür mənilər yazmışlar. Bir dana kəlməyə deyirdi bu onların dilində bu mənaları verir. Çox, bir 10-15 dənə bu cür mənası var. Hamısı da gözəl və hamısı da yaxşı, amma dediyim kimi o cür, bu da Allahda da o cür bir ərəblər və müsəlmanlar mötəqiddirlər ki, belə bir mənası var. Əhl-i İslamə kan-i rəhmətdir. Kan mədən, türkcədir. Əhl-i İslamə kan-i rəhmətdir. Saye-i pəncə-i hidayətdir. Əlği birliginə, əlğa birliginə şahiddir. Bu əlğa nə deməkdir bilmirəm. Ya əlği birliginə şahiddir. Əhədu həm vəhid və vahiddir. Əhədu həm vəhid və vahiddir. Bu əlğa ya əlğiha nə deməkdir bunu bilmədim. Əlğa da oxuya bilərəm yenə, he əlif də oxuya bilərəm. Qdən sonra əlğiha. Amma nə mənadadır onu mən bilmirəm. Əlifi pişvadır imana. İndi o Allahın əlifindən danışır ki, Allahın əlifi. Əlifi pişvadır imana. Elə bir ki, məsələn, bir nəfər namaz qılır, qabaqda imam cəmaət, qabaqda namaz qılır, qalanlar onun dalısındadır. Bu əlif də ki, Allahın əvvəlində gəlir, deyir ki, o pişvadır, o rəhbərdir, o öndə gələndir. Əlifi pişvadır imana, tuğrası yoldur, ya toğrisi yoldur Cənab-ı Rəhmanə. Doğrusu, doğru burada doğru mənası nədir? Doğrusu o əlif yoldur. O əlif elə bir ki, bir tane yoldur belə çəkilibdir Allaha, imana, Rəhmana getmək üçün. Əl-fəkku mənisi və yo rəsmi əyan. Əlifin olacaq burada əlbəttə. İndi yenə üstə deyirdi. Əlifin mənisi yo rəsmi əyan. Əlif özü nə deməkdir? Deyir ki, onun həm rəsmi, yəni şiklin ki yazıblar, əlif üstdən aşağıya gəlir, o Allah. Üstündə də bir səs var da, belə indi farsça kulaq deyirlər. Məddi var. Deyir ki, əlifin mənisi yo rəsmi əyan. Həm mənası, əlif özü yəni min. Ərəbcədə əlif yəni min. Əlifin mənisi yo rəsmi əyan. Şikli də ki, yazanda bilirik necə. Min həman. Bin bir ad. Min bir ad. Bənə haqqın oldu nişan. Min bir adın o özü bir kimdə görsənir, adı mindir. Deyir ki, onun adı mindir, özü də bir görsənir. Ona görə onu bir-birindən cəm edir. Deyir ki, min bir adına haqqın oldu nişan. Allahın min bir adına nişandır əlif. Elə Allahın o əlif ki, əvvəldə gəlir, oldu lam lətifi ilə banah ya begah. Oldu lam, Allahın indi lamına yetişdi. Əvvəl əlifi dedi, Allah, a dedi, indi gedir lama. Oldu lam lətifi ilə begah. Əfsəri la ilahə illallah. Əfsər tacdar. Allah üstündə şeyi də var, təşdidi də var. Onu taca bənzədir. Deyir ki, əfsəri la ilahə illallah. La ilahə illallah sözünün əfsəridir, şahıdır, lam. Özü də lətifdir. Mədhətində lisani natiqə lal. O lam hərfinin istəyəsən mədh eləyəsən, sitayiş eləyəsən, açıqlayasən, onun gözəlliklərindən danışasan, mədhərində
lisan natiqə nal lal. Burada bir tane de re görsənir, amma bilmirəm ki, o re üstdəkinin də, aşağıdakının da, orada vəsətdə iki sətrin ortasında bir re görsənir. Mədhətində, burada lisanın altına da 3 dənə nöqtə qoyubdur ki, oxunmur təbiətən. Mədhətində lisan-ı natiqə lal, lamlar oldu pay əqlə iqal. Lamlar, indi orada Allah, 2 dənə lam var, onu deyir. Lamlar oldu pay əqlə, əqlin ayağına iqal. İqal ehtimal verən bir bağlantı. Bunu Google-dən soruşsaq dahi bizə yaxşı cavab verər. Əlbəttə, mən burada ChatGPT-ni istirdim gətirəm. Əgər gətirə bilsəm, gətirdi burada. Yox, bu olmadı. Kitabımıza qeydək. Google-dən soruşaq bəs. İqal nə deməkdir? Bunu bizə yazsa. İqal. Ərəblər başlarına bağlırlar ha. Onu deyir ki, odur. Başlarına bu çəpi ki bağlırlar, çəpiyə, o çəpiyənin üstündən bir şey bağlırlar ki, o yel aparmasın. Ona iqal deyirlər. Ayağa da o cür bir bağlılıq, bir bağlı, belə bir şey dedik. Bir şey də ayağa bağlanır, iqal. Başa bağlanan ki, ayağa bağlanır. Muta lamlar oldu pay əqlə iqal. Əqlin ayağına, o başa bağlanan o təyər kimi ki vardı ondan. Əmmamə deyil əlbəttə. Ləfz-i Allahidə mayi ilə nəzər. Ha ilə, bağışlayın. Ləfz-i Allahidə, Allah sözündə, axırı bir dənə hedir. Ona deyir. Ləfz-i Allahidə haya ilə nəzər, xatəmi dəst-i qudrətə bənzər. Elə bir ki, Allahın qudrətinin üzüyüdür. Xatəm burada həm qutaran mənasındadır, həm də üzük mənasındadır. Necə ki, üzük bura salınır, belə bir cür durunur. O da deyir ki, elə bir ki, Allahın sonunda bir üzükdür, ya da ki, həm də Allah sözünün sonudur. Xatəmi dəst-i qudrətə bənzər. Sədəfi ilə zikr edən ol ilahi, sidqi ilə olacaq, sədəfi ilə olmayacaq. Sidqi ilə zikr edən o ilahi, aləmin batinin, aləm batinin olur şahi. Batin aləminin şahı olar. Hər kəs o Allah kəlməsin, sözün sidq ilə dilinə gətirsə. Kim ki düşdü cibi haqqı bulur. Kim ki düşdü cibi haqqı bulur. Bu nə düşdü nə deməkdir? Baş tapmadım. Ya da teşdi. Kiminə düşdü cibi haqqı bulur. Aləmi kirpicinə əsməz olur. Burada asmaz anlamındadır. Kim ki düşdü gibi haqqı bulur. Hər kəs ona düşdü, belə mən düşünürəm. Ya kiminə düşdü, kimi haqqı bulur. Hər kəsə ürəyinə düşə bu, Allah o haqqı bular, tapar. Aləmi kipricinə əsməz olur. Onun kipriklərindən, bu kipriklərindən deyir, aləm belə əsməz olur. Əsməz burada ehtimalən həm asmaq mənasındadır, asılmaq, həm də ya da ki, yel vurur, məsələn, tərpənir, o tərpənməz. Kipriyindən hətta aslanır. Eylə nüşdi ki, qurbinə yol. Bu nüşdi üstə tüşdi. Tüşdüyünü görə biraz bilirdim. Bu ehtimalən tüşdü. Eylə tüşdü ki, qurbinə yol. Üstəki də tüşdü olacaqdır. Kim ilə tüşdü ki, haqqı bulur. O kibi oxumayacaq. Çünki burada aşağıda nöqtəni qoymadı. Oradan deyirik ki, eylə tüşdü ki, qurbinə yol. Qurbinə yəni yaxınlığına, Allahın masivaya qoyuri haqqlə ol. Masivaya qoyuri haqqlə ol. Üçməz anda
tayir əfkar. Allahdan deyir ki, onun Allah nədir? Orada ağıl quşu orada uça bilməz. Uçməz anda tayir əfkar. Ralərindədir nəhayəti əsrar. İndi bu harda idi? Ehtimalən Rəhimi deyir. Bismillahirrahmanirrahim. Mən bilmirəm. Bəlkə onu deyir, bəlkə də Allahda çünki yoxdur. Raleridür nəhayət əsrar. Rılar əsrarının sonudur, dibidir. Burada nəhayət dibi. Daldır rəsi ismi Rəhmanə. Rəhmanın daldır rəsi. Başı dal kimidir. Rəhman ehtimalən burada R dedi üstə. İndi bu H var Həsən H kimi Rəhmanın. Onu istir desin ki, daldır rəsi Rəhmanə. Dal kimidir onun başı. Hasi Hənnanə mimi. Hasi H Həsən. Hasi. R ehtimalən R'in özün deyir ki, dal kimi yazılır. Burada onu mən aldım ki, çünki ha sonra deyir. Daldır rəsi ismi Rəhmanə. O R ki vardı Rəhmanın, onu dal kimi yazırlar. Çox yerdə bu cür yazırlar. Amma bu özü o cür yazmıydı, calibdir. Özü R kimi yazıbdır, dal kimi yazmıyor. Amma çox yerdə Rəhmanı dal kimi yazırlar. D kimi yazırlar. Daldır rəsi ismi Rəhmanə. Hasi Həsən H. Hənanə mimi mənnanə. Hasi Hənnanə. Hənnanə şirin eləyən, ehtimal verirəm o mənadır. Mim özü də mənnanə, minnət qoyan ya mən o cür oxuram. Ola bilər ki, məsələn, mənanə yuxuladan da olsun, amma mən o mənada görmürəm. Qərq olur bəhri fikrə, əqli güzin. Seçilmiş əqlər fikrə, fikrin içində qərq olurlar. Ki anın nuridir, nunidir. Ki anın nunidir əsas-ı zəmin. Nüqtə çox qoyubdu, bəllidir, indi əsasın da altında 3 dənə nöqtə qoyubdu. Nuni şeydir. Ki anın nunidir. Nun hərfi, Rəhman. Nun hərfi əsas-ı zəmin. Yerin əsasıdır. Zəmin sözü ki vardı, onun da axiri nundur. Və o nun böyüklüyü o zəminin özünün Z, mim, Y-dən böyükdür. Ağırlığı da çoxdur. Əslində baxsaz, xəttə bir xəttə yazanda o nun xəttin aşağısında olur. O zəmin üstə Z adcacan aşağıda olur xəttin, amma qalanı xəttin üstündə olur. Bu ondan deyir ki, ağırdır yəni. Gözəllikdə də baxanda vaqiiyyət bu ki, nun çox böyükdür və o Z, mim, Y, bunlar onun ağırlığında əskik görsənirlər. Ona görə də bir şey eləyibdir, onu bir gözəl nəqqaşlıq eləyibdir ki, belə bir şeydir. Belə biz danışqahda da bunu oxumuşduq, belə bir şeylər ki, məsələn, farsı ya ələb əlifbası ki deyilir, ya mən deyirəm türkcə, ərəbcə, o əlifba hər neçə danadır, indi 32 danadır ya hər neçə danadır, orası önəm daşımır. Onlar bir xəttdə yazanda, məsələn, biri çox nazikdir əlif kimi, biri çox əlif xəttin üstündədir, biri çox yekədir nun kimi, yəni o nazikdir, bu yoğundur, çox yer tutur. Biri xəttin altındadır, mesela mim gedir xəttin altına, biri biraz xəttin üstündə, biri xəttin altında, mesela lam, məsələn, eyni xəttin altında və tərsə həm də böyük, yəni o quyruğu gəlir, çox böyük bir şeydir. Bizə öyrədirlər ki, bunlar fontuda yaxçı çıxmır. İngilisi məsələn bundan daha yaxçıdır, şey eləmək olur filan. Bəhman belə bir şeylər deyirlər, amma təbii ki, mənim şəxsən türklər və İslam yaratdığı əlifbaya biraz təəssübüm var. Çünki aynı məsələ İngilisdə də var. İngilisdə də bəzi, məsələn, ay çox nazikdir, amma məsələn, D çox böyükdür, D. Ya məsələn, S çox böyükdür, Z çox böyükdür, Y çox böyükdür, həman ki, Y də deyirlər, çox böyükdür. Yəni,
Orada da aynı məsələ var. Düzdür, onlar gəliblər, bunlar xəttin üstündə, hamısını xəttin üstündə düzəliblər. Yəni bir xəttədir, xəttin altına üstünə getmir. Bu da bizimlə fərqli bu olur ki, bizim əlifba yaratdığımız əlifba əgər bir dənə xətti çevirsək qəlb morsuna, qəlbə ya sinus kosinusa çevirsək belə, bizim xəttimiz gəlir xəttin üstünə, keçir aşağıya üstə. Bir dənə təyər necə fırlanar, eyni ona tay fırlanmağa çevirə bilirik. Amma ingiliscədə bunlar çevrilmir. Xəttin üstündədir hamısı. Yəni gücü yoxdur, gücü yoxdur. Əlbəttə ingilis dilinin özünün də gücü yoxdur. Bunu da deyim ki, ingilis dili əslində çox bir naqis dildir. Nə qanun qaydası düzdür, amma siyasi, iqtisadi, ordu gücündən dolayı dünyada eləyə bilibdir ki, özünə yer eləsin. Əgər bir gün Çinlilər eləyə bilərlər, indi feilən Çinlilər güclənirlər. Çinlilər, Hindlilər və sonra müsəlmanlar. Müsəlmanlar əgər eləyə bilərlər, xüsusən türk dünyası eləyə bilər birləşə, onda ingilis dili öz-özünə aradan gedər. Çünki nə qayda qanunu var dilinin, nə kəlmələr bəllidir ki, hardan alıblar, kökü nədir, heç zət bəlli deyil. Nə yazmaqda bəllidir ki, bu kəlmə, məsələn, van deyə, van. Bir dənə burada şəhər var Torontoda, Torontoya yapışıb, adı Vandır. O Vanın fikrim 8 hərfi var. Onu amma Van oxurlar. Eyni halda bir yerdə Vanı görürsünüz ki, 3 dənə hərfi ilə yazırlar. Yəni bu qədər fərqli bir dildir ki, bilmir nə olsun. Hər halda istədim onu deyəm ki, məncə türk-ərəb əlifbası əgər getsək, salsaq həndəsə dilinə sinus kosinus kimi hərəkətli bir dildir, hərəkətli dildir. Çünki xəttin üstündə bir nəfər ki gedir mərisxanada, məsələn bunu bağlılar dəstgaha, onun qəlbini görsətsin, öləndə bir düz xətt olur. Amma necə ki diridir, o diri olanda xətt aşağı yuxarı olur. Nə qədər həyəcan çox olsa, xəttin uzunluğu da çox olur. Bizim əlifbamızda aynı o, yəni o əlifba ki biz yaratmışıq, o səsin həyəcanına görə, o kəlmənin, sözün həyəcanına görə onun aşağı üsluğu var və onu aşağı üstə görürük. Allah, o Allahın o təşdidi, o şeyi orada görürük biz. Qərq olur bəhri fikrə, əqli güzin ki onun nunidir. Əsas-ı zəmin. Yası. İndi bu ya nədir? Yasıdır mərifəti. Mərifət oğuna nişan. Mərifət oxu. Oğuna iki mənaya burada gələ bilər. Bir mərifəti oxumağına, anlamağına, bir də oxdur da, yəni bu yay o şeydir ki, əldə tuturlar, oxdur o ki, buradan çəkirlər və atırlar. Dün ənində bir-iki gün öncə də bir dənə kitab ona görə oxuduq. Qərq olur bəhri fikrə əqli güzin ki, anın nunidir. Əsas-ı zəmin yasıdır, ya. Ya sözü ehtimalən Rəhmanir-Rəhim hancısı gəlir, indi onu görək ki, hancısıdır. Yasıdır mərifət oquna nişan çəkilir, hər qəçən oqundur an. Ehtimalən burada çəkilir, hər qəçən oqundur an. Oqundurdur an. Dəqindir an. Burada bir kəlmə yazıb ki, onu oxuya bilmirəm ki, əcəba ərəbdir, türkdür. Onu oxuya bilmədiyim üçün çəkilir hər qəçən oquna rədd an. Ox oldu. Oquna, onun oxuna çəkilir rədd an. Onun yeri, rəddi qalır. Rədd məncə türkcə sözdür. Gedib farsiyə biz rədd ol deyərik, yəni keç-get. Rədd sözü oradan qalır. Ayağın yerinə rədd deyərik. Hətta o ki, məsələn, bir rüfuzə olur, yəni şey olur, onda rədd oldu, yəni keçdi. Əlbəttə, orada tərsə işlədirlər də, yəni onu işlədirlər. Cümlə hərfinə onun eylə nəzər.
Allahın cümlə hərfinə eylə nəzər, yəni o Bismillahirrahmanirrahimin xaliqə hər biri ibadət edər. O hərflərin hər biri xaliqə, o düzəldən, Allahı düzəldən varlığa ibadət edər. Kimi gəldi qiyam ilə o cəsədə, kimi gəldi qiyam ilə o cəsədə, kimi qıldı niyaz ilə səcdə. O vəcdə olacaqdır. Çox üzr istəyirəm. Səcdə ilə vəcdə qəşəng gəlir. Kim gəldi qiyam ilə vəcdə. Bəziləri qiyam eləməklə, ayağa Allahın əmrinə qulaq asmaqla vəcdə gəldilər. Burada onu göstərir ki, Allah Həzrəti Adəmi yaradanda deyir ki, buna səcdə eləyin. Bir iddə səcdə elədilər, bir iddə səcdə eləmədilər. Onu işarə edir ki, bir iddəsi kimi gəldi qiyam ilə durdular ayağa vəcdə. Allaha, Adəmə şey eləməyə, kimi qıldı niyaz ilə səcdə, kimi də səcdə elədi. Bu da Allaha deyir, əlbəttə Həzrəti Adəmə demir, bəli mən o cürsü bir dağıstan zehnimə gəldi. Nə məəmmadır bu kəsim daim, əlif olə qiyamət qaim. Əlif olə qiyamət qaim. Qiyamət və qaimin əlif olə, yəni əlif özü deyir bunlara olur, onlar olur qiyamət, o da olur qaim. Səcdiyə varəsin bismillah. Səcdiyə varəsin bismillah. Bismillah deyə səcdə ilə Allaha. Rah-ı Rəhmani rükui edə niyaz. Rah-ı Rəhman rükui edə riyaz. Sonra da rüku eləməyə istə, niyazın var, ehtiyac. Niyaz burada yəni istəmək. Sözü vəl hasil əhli hal anlar. Sözü vəl hasil, xülasəyi kəlam, əhli hal anlar. Bu rumuzi kəsrü rical anlar. Keysərü bu rumuzi kəsrü rical anlar. Burada bir Keysər oxusaq şah anlamındadır. Keysər, Qeysər yazılır ərəbcədə, farsçada. Əgər onu kəsir oxusaq, gərək 3 nöqtəsi olsun, o mənada deyil. 3 nöqtə ya da ki, bunu ayrı şeydə oxuya bilmirəm. 3 dəndanəlidir. Hər halda uzun yazıbdır, dəndanəsiz yazıbdır. Bu rumuzi kəsirü rical anlar. Kəsir burada kəsmək anlamına da ola bilər. Yəni kişilərdən. Kişi burada mənzur erkək deyil. Rical normalda bu anlamdadır. Eyni kişi ki deyirik türkçədə, yəni insan. Elə rical da o anlama gəlir. Erkəklik, dişilik anlamına gəlmir. Kəsir ehtimalən kəsirü, yəni çoxu anlamında bəlkə bu anlamda işlədibdir. Amma bir də kəsmək anlamını da işlədə bilər ki, yəni insanlardan birazı bunu anlar. Ölmə dərsi elmi sipər-i əlim. Ehtimalən ölməz olacaqdır ya. Ölmə dərsi elmi sipər-i əlim. Xəlqə hərf-ü səda ilə tə'lim. Əbədəlüm ya da edəlüm mim ilə kəlami tamam. Mim sözü ilə təmmətin də sonunda mim var, mim ilə başlanır. Normalda hər yerdə də biz kitabların sonunda mim görürük. Yəni yazmırlar ki təmmət. Yazırlar mim, 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 mim. 3-4 dənə ya 5 dənə mim qoyurlar. 3 dənə, 2 dənə, 1 dənə bir-birinin altında. Bu onu. Edəlüm mim ilə kəlami tamam. Zahira mimidir çü xətmi kəlam. Zahirən mimidir çün xətmi kəlam. Tevhid-i Zülcəlal vəl Cəmal dürki vəsfində lisani natiqə lal və həft sipehri دوتا کمال قدرتینə dal در جل دالdır Cəllə Cəlalə və əmmə nəvalə.
Belə bir qırmızı ilə yazılıb, oxumağı çox zor, amma çalışdım oxuyayım, bilmirəm nə qədər düz oxuya bilərdim. Minnət Allah kesim, odur Mevla. Minnət Allah'a kim, odur Mevla. Birdir anın yanında şahu cida. Neçə dərvişi şah-ı əzəm edər. Neçə dərvişi şah-ı əzəm edər. Neçə şahi cedai aləm edər. Padişah oldur ana arzi ani. Padişah oldur ki azər ani. Burada əlif r z yazıbdır, ya əlif z r yazıbdır. Baş tapmıram bu nə mənisinə olar. Yoxdur onun zəvali və nüqsani. Şah oldur ki əsl tevhididir sərəməd. Əsl tevhididir sərəmədi rah. Sərəmədi rah gərək oxuyaq. Həy qəyyum aləm Allah, hakimi zülcəlal vəl ikram, qadiri bər kəmal rəbb mu'in, nasiri bی زوال حس vəhyi mubin. Əlbəttə burada mubin oxudum mən. Mubin gərək oxuyaq. Əgər desək ya da muhbin. قادری بر کمال و ربی معین ناصر بی زوال و vəhyi muhbin. Qudretinin nümunəsi aləm. Qudretinin nümunəsi aləm. Hikmətinin misali lövh-u qələm. Yulicil leyl fi'n-nəhar sana. Yulic yəni qatışdırır, çıxadır, əridir. Yulicil leyl fi'n-nəhar, gecəni günüzdə əridir. Çox gözəl anlamı var. Ya soxur. Çox gözəl, bir-birinin içinə çox mülayimcə keçirdir gecə ilə günüzü. Yulecil leyl fi'n-nəhar, sənatir izhar qudret Mevla. Qətre-i bəhr lütfi kön məkan. Allahın lütfunun bir qətrəsindən nə çıxıbdır, bir damlasından. Qətre-i lütfi kön məkan. Bu tamam varlıqlar. Zərre-i nur paki şəms-i cahan. Onun bir zərrə nur, pak nurundan dünyanın günəşləri. Əvvəl yaratdı cahanda hər nə ki var. Oldu hər işdə faili muxtar. Gizləyibdir cümlə şeydə ənvari. Orada üstə bin olacaqdı, ya mübin olacaqdı. Çünki burada aynı kəlməni təkrar eləyibdir, qələmin burada görürük. Gizlədidir cümlə şeydə ənvari. O deyildi, hangisində idi? Elə burada olacaqdı. Gizlədibdir. Bu gizlədiblərdə L, H də oraya ehtimalən qatıbdır, beləsi bir şey olubdur. Orada olar məhbin bəs, məhbin olar. Gizlədibdir cümlə şeydə ənvari, masivadır niqab didari. İndi burada bir şey yazıbdır ki, onu oxuya bilmirəm. Fəraqinə səbt adəmi naəhl. Ya da zatinə. Zatinə nisbət adəmi naəhl qeyrinin elminə gözə cəhl. Cəhl. Görə cəhl. Zatinə nisbət adəmi naəhl. Qeyrinin elminə görə cəhl. Yəni tamam insanların, əlbəttə insanların elmi tarix boyu
cəhlilərin göstəribdir. Yəni hər nə qədər bəşər tarixdə gəlib bizə tərəf, keçəcəkdən bizə tərəf gəlibdir və nə qədər belə gedir qabağa, bəlli olur ki, qabaqda yanlış fikirləşiblər, yanlış elmi deyiblər, amma elmi deyilmiş. Nur zatindən ərdi məhn kəmal. O üsttəki vardı məhən, ehtimalən o məhən olacaqdı. Nüqtə orada oxunmayacaqdı. Burada onu məhən yazdı. Mən də bunu məhən oxusam fikirlərim ki, yaxşı olar. Nur zatindən ərdi məhən kəmal oldu zərrat ana şuhudel hal. Məhən nə deməkdir onu da bilmədim. Aciz olur uqul nöktəşinas, edəməz zat-ı zülcəlali qiyas. Varəməz künhi zat-ı pakinə rah, varəməz künh dibinə, künhi zat-ı pakinə rah, əql و hiss andan onunməz agah. Əql و hiss eləyə bilməz ki, ondan agah olsun. Zatini görmək istədi Musa. Musa getdi dedi ki, ərini, özünü mənə görsət. Zatini görmək istədi Musa, lən tərani deyü, eşitdi nida. Amma dedi ki, lən tərani, mən görənməzsən, əbəda görənməzsən. Deyü, eşitdi Musa. Musa belə bir şey eşitdi. Fəhmi təb-i səlim و مرغ xiyal. Fəhmi təb-i səlim. Düz əməlli bir təbiətin olsa və murq xiyalın da olsa, açmaz üç ovc zatində pərval. Allahın zatında deyir ki, qanadını aça bilməz. Çünki ora bir yer deyil ki, ora işilə bilər. Ma huvəl haqq kəmali ilə mütləq zatidir, zatini biləsən ancaq. Zati haqqı necə bilir insan, kəndisün bilmədə qalır heyran. Adam ki, bir özün bilmir və bunda da özün bilməkdə də heyran qalır. Necə eləyə bilər ki, özündən eşikdəki bir varlığı ki, hələ yaxçı da tanımır, onu deyir ki, zatın tanısın. Zat-ı haqqı necə bilir insan, kəndisün bilmədə qalır heyran. Özün biləndə, bilmədə, yəni bilməməkdə qalır heyran ki, mən özümə görə nə bilirəm. Biz vaqən hələ insan özünə görə 2025-də belə bir şey bilmir. Ciddi bir şeylər bilmir. Hadis olan qədimi fəhm edəməz. Hadis olan qədimi. Hadis olan, yəni biz ki hadisuq, yaranmışıq. Qədimi, o ki əbədül-abad var imiş, geçəcəkdə. Deyir, onu fəhm edə bilməz ki. O ki indi yaranıbdır, o bilməz ki, o ki daimən var idi, o yəni nə mənə. Çünki biz bir zamanlıqda, yəni məsələn 40 illik, 50 illik, 100 illik ömr eləyirik və gedirik, yəni hadisuq. Amma o ki Allah danışırıq, o bilmirik ki, neçə milyardılar biz il deyək, sal-ı nuri deyək, işıq ilı desək belə, işıq ili ilə belə ölçsək, yenə də deyərik ki, beləxərə bunun sonunda var idi, yəni biz onu necə dərk edə bilərik. Zat-ı haqqı necə bilir insan, kəndisün bilmədə qalır heyran, hadis olan qədimi fəhm edəməz, bin əql ol vilayətə gedəməz. Bin əql ol ya da vilayətə gedə bilməz. O yerə gedə bilməz əql. Min danası yığışa bir yerə. Doymaz ol əqlə əl-elmə qalib insan. Doymaz ol əqlə, dolmaz ehtimalən burada olacaqdır. Vəli burada döyməzdir. Mən döyməz də oxuyub, dolmaz da oxuya bilərik əlbəttə, amma döyməz yaxşı gəlir. Yəni, farsıca sir nəşudən, nasirabi. Yəni, doymaz da, yeməkdən doymaz. Doymaz ol elmə qalibi insan. Sığməz ol gözyə bəhr-ü revan. Sığmaz ol gözyə bəhr-ü revan.
Bəhri rəvan. İnsanın ruhunun okyanusu ora sığamaz. Sığmaz, yerləşməz. Yerləşmək anlamındadır. Məsələn, pənahəndə, yəni sığınaqçı. Bu o sözdəndir. Lafzi kundən kun ərəbcə sözdür. Yəni ol anlamındadır. Lafzi kundən ol aləmə əsrar yox ikən kainatı eylədi var. Lafzi Quranda var ki, deyir ki, Allah iradə elədi, yaratsın. Fəqət bir dənə səs yaratdı. Yəni Allahın yaratdığı əsli o ki bizə deyibdi, o səsdir, dildir. Kun, kaf-ı nun səsini yaratdı. Bundan dünya deyir yarandı. Kaf-ı nun. Bunların da üzündən məktəb çıxıbdı İslamda da. Bilirsiniz, hurufiyyə adında bir məktəb çıxıb ki, huruf çox mühümdür. Səs, dil çox mühümdür bu məktəbdə. Lafz-ı kündən ol aləmə əsrar yoxkən kainatı eylədi var. Əmr ilə zuhura gəldi həman. Kün əmridir da. Yəni əmr ilə zuhura gəldi həman. İki xof ilə cümlə iki cahan. İki hərf ilə, çox üzr istəyirəm. İki hərf ilə cümlə iki cahan. İki hərflə iki cahanı yaratdı deyir. Bu nə qədər nə qüdrət dürür. Bu nə qüdrət dürür. Tealallah. Bugün var ola çarxı do tah. Bu mən bugün bilmirəm. Yox ikən var ola çarxı do tah. Oldu insan içində ərş-i əzim. Kəbə Allah, yəni qəlb-i səlim. Kəbə-i Allah, yəni qəlb-i səlim. İnsanın qəlbi Allahın kəbəsidir. Qəlb içində məhəbbət Sübhan. Qəlb içində məhəbbəti Sübhan. Əhsənül xaliqin ali nişan. Ali şan, əlbəttə, oldu məxluqə dairi məskən. Çıqəməz kimsə durud dairədən. Çıqəməz kimsə dövri dairədən. Madarası nədir bu dairənin? Madara d ilə yazıbdır. Madarası nədir bu dairənin? Maədası nədir bu dairənin? Maəda yəni bu dairədən eşikdəkilər. Bilməz kimsə hali seyruni, ehtimalən ya da biruni, belə bir şey. Bilməz kimsə hali biruni, anləməz kimsə zat-ı biçuni. Zatına, zata şül dəgül əqli olur nəzdik. Zata şül dəglü əqli olur nəzdik. Beləsi oxuram, amma nəzərimə düz deyil. Ki bilir ani yoxdur anə şərik. Ki bilir ani yoxdur anə şərik. Eyliyin eyni ibrət ilə nəzər. Eyləyən eyni ibrət ilə nəzər. Hökmün qüdrətə həvalə edər. Anınla cəhanə vücudə gəldi cahan. Anınla cəhanə vücudə gəldi cahan. Bəhr ilə sanki mavc bi payan. Çünki cəm etdi çarə əzdadi. Cismi insana ördü bünyadi. Dörd yerə o yel, su, hava, yel, su, od və torpaq. Bu dörd dənə ki, bir-birinin ziddidir deyir.
Çünki cəm etdi çar əzdadi, cismi insana ürdi bunyadı, ürdi verdi, yetirdi. Böyle inmək dəlil-i hikmətdir. Böyle etmək dəlil-i hikmətdir. Hikməti müqtəzası qudrətdir. Qətrədən adəmi qılır peyda, ani bəhr ulum edir məhza. Oldu nəqşində əqli heyrani, oldu nəqşində əql heyrani. Suda nəqş etdi şikli insanı, suda. İnsanın, məsələn bizim evlatlarımız olur, o nədən olur? Bir qətrə sudan, bir qətrə də deyil, çox kiçik bir sudan ki, bir xanımdan, bir ağadan yaranır, ona biz su görürük onu deyir ki, oradan insanın şikli onun içindədir. Çox da əcibdir insanın vaqiyyətdə ana qarnında nə ittifaq düşür ki, o yarım toxum gəlirlər, birləşirlər. Birləşəndən sonra bunlar bir yerdə kəmik olur, bir yerdə ət olur, bir yerdə damar olur, bir yerdə dəri olur, bir yerdə qəlb olur, bir yerdə böyrək olur, bir yerdə bağırsaq olur, bir yerdə göz olur, qaş olur, kiprik olur, tut olur, tük olur, damaq olur, dodaq olur, diş olur. Bunlar nəcür olur? O bir danadan bunların çox əcib bir şeydir, yəni. Adəmin gənc ruhinə məsələ nəfs-i əmmarə oldu əjdaha. Kim ki qıldı bu əjdəri məqbul, buldu gənci nəhan ruhə vüsul. Gənci cəhan buldu gənci nəhan ruhə vüsul. Kimsələr hikmətinə yol yülməz. Kimsələr hikmətinə yol yülməz, yürüməz kimi. Qətrə dəryaya mühit oləməz. Qətrə damcı dəryanı dövrəsinə ala bilməz ki, içinə ala bilməz ki. Çox gözəl deyir. Qalmədi hissini məqsud. Burada bunu oxuya bilmirəm, bu kəlmə nə mənadır? Qalmədi hissini məqsud, yerə dəlməzdi cümleyi mevcud. Yaradılməzdi cümleyi məqsud. Həbsini bu da olacaqdır. Qalmədi həbsini məqsud. Həbsi hamısı. Yaradılməzdi cümleyi mevcud. Nəyə üçün? Fəxr kövnin əgər bir folsudur. Əqli kül gülşənində bir güldür. Fəxr kövnin, Hazreti Peyğəmbəri deyir, fəxr kövnin əgər bir quldur. Qul, insan, əqli kül gülşənində bir güldür. Tamam, bunun çox davamı vardı. Mən gedim bir, məsələn, hər səfərdən biraz oxuyayım. Fikirəm ki, bir saatı oldu. Bəli, bir saat bir rubdur. Bir rubda ən çoxu buradan oxuyaq. Gedim bir səhifə 50-dən bir dənə oxuyayım biraz. Bu 52, 51 yazılar da yazıblar orada. Hətta burada xətt də değişir. Yəni əvvəlimci xəttinə bu 50-yə baxanda, bir də burada əvvələ baxanda hara getdi? Bu xəttinə ki, burada indi görürük biz. Məsələn, bu xəttinə 50-nin xəttinə tutuşduranda görürük ki, qələm dəyişibdir, çox da ciddi dəyişibdir. Yəni, baxın, burada məsələn görürsünüz ki, qələmin ucu da dəyişibdir, xəttin özü də dəyişibdir. Ərd-ü dad ilə ol xəlil sifət oldu hər millətə vəli nemət. Bizə ehsanı oldu Mevlanın ki zamanında 100 o sultanın. Çakəri qəhrəman u bəndəsi cəm. Çakəri qəhrəman u bəndəsi cəm. Qulunun qovli Xusro و Rüstəm. Qulunun quli Xusro و Rüstəm. Gün gibi cah olur çəkir ləşkər. Gün gibi cah olur çəkir ləşkər. Fəth edər qərbi sünnünə süngə İskəndər. Fəth edər qərbi sanki İskəndər, sanki sanmaq. Sanki İskəndər cah olur şərq evinə sürüb ad. Gah olur şərq evinə sürüb ad. Ray ilə necə şahi eylər mat.
Ray yəni düşüncə. Rəy, həman rəy sözüdür. Ehtimalən rəy sözü türkcədən gedir farsçaya. Ehtimalən. Ray ilə. Niyə deyirəm ehtimalən? Çünki mən dilçi deyiləm. Amma rəy sözü bizdə çox işlənir. Ta mənim rəyim budur. Amma bunun çox işlənməsinə misal tapa bilmirəm. Çünki indi birinci dəfə zehnimə gəldi ki, bu rəy bizdə var. Məsələn, kətdə deyərlər ki, mənim rəyim budur. Fikir edirəm, bu da türklərin o seçim xanı, ərbabı seçəndə fulanda, bəhmanda, onlar da xaqanı seçəndə o seçməğa rəy deyiblər. Ehtimal verirəm, oradan gəlmiş ola, bilmirəm. Rəy ilə neçə şahi eylər maud, cam aləm numa kimi olxan, etdürər xəlqə aləmi seyran. Cam aləm numa kimi olxan, etdürər xəlqə aləmi seyran. Seyran burada heyranın şeyidir, seyr eləməkdən gəlir. Biz indi televizyona baxırıq, o cami cəhənnumadır. Əlbəttə cami cəhənnuma da deyil, cami gücnumadır o. Güc və zəif numa, yəni çoxlu zəifləri görsədər, ta güclüləri. Amma biz o zəifləri görəndə güclüləri zehnimizə gələr. Necə ki, deyirik, məsələn, İmam Hüseyn deyəndə Kərbəla gəlir zehnimizə, Yezid gəlir zehnimizə, su gəlir, susuzluq gəlir, savaş gəlir, ölmək gəlir, bunlar gəlir zehnimizə. Elə o şey də o cürdür. Cam aləm numa kimi olxan, etdürər xəlqə aləmi seyran. Yəni biz televizyondan bir şeyi görəndə, o cami cəhənnumadan, tamamən məmulən xəbərdə bizə, biz xəbər nədir? Xəbər acıdır. Şirin şeyə xəbər deməzlər. Çox az olar, biri toy eləyə, onu xəbər eləyərlər. Amma acılıqlar xəbərdir. Zəlzələ gəldi, adamlar öldülər. Türkiyədə 15 ustan dağıldı, 15 milyon, 20 milyon adam evsiz qaldı. Bu böyük xəbərdir. Amma məsələn, Türkiyədə indi deyək ki, keçən ildə 1 milyon nəfər ya 5 milyon nəfər ev sahibi olur. Bu böyük xəbər deyil. Əslən, onlara görməzlər. Çünki onda o güc yox olur. Bəli, bu mənfiləri görəndə, acıları görəndə bizə o güclülərin gücü gəlir zehnimizə. Surxsara oldu, surxsər oldu ana oğlu şikar. Surxsər oldu ana oğlu şikar, qorxudan durmayıb qaçar mehriyar. Səndi şah rəvafiz mühməl, sandı, sanmaq, səndi şah rəvafiz mühməl. Rəvafiz fikir edirəm ki, çox şiələrə burada deyir. Beyğən baltaya balta kəsməz, bıyığın balta kəsməzdi əzəl. Bıyığın balta da, indi balta deyim bunu, nə mənə deyəcək baltaya. Balta kəsməzdi əzəl. Qılınc ilə misal şəms-i cahan, açdı dünyayı olə ol şəhdü rəvan. Şəhi dövran olacaqdır. Açdı dünyayı ol şəhi dövran. Yoxdurur şimdi gökdə netə ki mağ. Yoxdurur şimdi gökdə netə ki mağ. Yeryüzündə anın gibi bir şah. Kəndi şahın oc dövlətdir. Kəndi şahın oc dövlətdir. Bəndəki atı bad-ı rəhmətdir. Ya bad olacaqdır. Haqqı bu kim ol Əli Səffətlu Əmir. Haqq bu kim ol Əli Səffətlu Əmir. Oldu xurşid gibi aləmgir. Qılıcı aftab çərx bərin. Qılıcı Həzrəti Əlidən danışır. Qılıcı aftab çərx bərin. Anə leylülük savadidir. Qəhrə qən. Nə mənə burada o
oxunmadı. Gedək 100-cü səhifəni də bir açaq, görək ki 100-də nə var? Biraz da oradan oxuyaq və yavaş-yavaş. Tamam. Şaduman ikən ol gülü həmra, söndülər nameyi gədai ana. Sandılar nameyi gədai ana. Sunmaq, əlbəttə bağışlayın. Sündülər, yəni təqdim elədilər. Sunmaq. Şeirin qabağından oradan buradan oxuyuruq da, yəni mütəəssifanə. Həsəb hal, bu səadət yetər ki əhl-i dilə. Bu səadət yetir ki əhl-i dilə, südü ki naməsini ala ələ. Sevdi ki, sevdi. Bu səadət yetir ki əhl-i dilə, sevdi ki naməsini ala ələ. Namədə ya nə, ya qələ, vafır. Namədə ya, namədə ya nə, ya qələ, bu afır ərz edə əhvalini bir-bir. Bu afır nə deməkdir? Bilmədim. Namədə ya nə, ya qələ. Namədə ya nə, ba qələ, bu afır, afır tafır mı ehtimalən, məsələn oradan gələ bilmirəm. Ərz edə əhvalini bir-bir. Bu murad geçən vüsul bulur. Bu murad geçən vüsul bulur. Aşık olan sondindən olur. Sevdigindən, sevindigindən olur. Aşık olan sevindigindən olur. Aşık rind olan gurur etmez. Aşık rind olan gurur etmez. Ray tedbirdə qusur etmez. Bari nam ilə imtihan eylər. Bari nam ilə imtihan eylər. Raz pinhani anda əyan eylər. Naməsini əgər oqursa nigar, bülür ani ki bir məhəbbəti var. Vay əgər vəzini edib təğyir. Vay əgər vəzini edib təğyir, iltifat etməyə qəlil o kəsir. Şaduman ikən ol gülü həmra, söndülər nameyi gədai ana. Şive-ü naz ilə tərəhhüm edib. Şive-ü naz ilə tərəhhüm edib. Bəqdi, baxdı. Bəqdi ol naməyə təbəssüm edib. Aldı ol naməyi pərişani. Aldı o naməyi pərişani. Oqudi axərinə dək ani. Naz-ı şive ilə, naz şive ilə qəşlərin çatdı, çatdı. Naz şive ilə qəşlərin qaşların çatdı, çatdı həman. Nameyi bir səhlicə çak etdi. Çox rahatca çak etdi. Nameyi verənə xitab etdi. Zahira cəəllə itab etdi. Zahiri əcəllə, ehtimalən zahirən cəəllə itab etdi. Cəəl, bilmirəm, ərəbcə sözdür. Ehtimalən, məsələn, biraz değişik bir vəziyyətlə. Əvvəldəki vəziyyətinə yox, cəəllə beləsi olacaq. Yəni, qabaqca yaxçı, deyə, gülə filan almışdı. İndi biraz değişdi. Necə kimsə bu halə alim idi. Neçə kimsə bu halə alim idi. Böyle etmək o zadə lazım idi. Orada. Böyle etmək orada lazım idi. Rəftarın, davranışını değiştirdi. Naməyi verdi ana şahı kərəm. Dedi qıl girvasinə təslim.
Dedi qıl girü sənnə təslim. Gerüsünə təslim. Gervasine yazıbdır. Burada əldə təşdid də qoyub gervasinə təslim. Naməyi verdi ana şahı kərim. Dedi qıl gerüsünə təslim. Edəsən ol gedayı məlul. Deyəsən namın oldu məqbul. Namən oldu. Deyəsən namən olmadı məqbul. Mi var orada. Deyəsən namən olmadı məqbul. Bu cəfanın ziyadə ləzzəti var. Zahirən baxməsə gizli hikməti var. Neçələr bu qəbuli ruzində. Neçələr bu qəbuli ruzindi. Dilbərin şivəsinə aldəndi. Rozəndi. O olacaq rozən. Neçələr bu qəbuli rozəndi. Dilbərin şivəsinə aldəndi. Aldanmaq biz deyirik. Cah olur nazini edib izhar. İltifat etməz geçər dildar. Anlar isən bu zovqu şovqu əgər, haqq bilir neçə bin səlamə dəyər. Anlar isən bu zovqu şovqu əgər, haqq bilir neçə bin səlamə dəyər. Dövləti ol aşiqə ki məcnuni, dövlət ol aşiqə ki məcnuni, aradə qullənə bu uslubi. Şive-i yari əhl-i zovq anlar. Şive-i yari əhl-i zovq anlar. Hal-i uşşaqı əhl-i şovq anlar. Məntiq-i teyr bilməgə mühri baz. Ya Süleyman gərək yaxud əttar. Ya Süleyman gərək yaxud əttar. Buradan ayrı bir şeir başlanır. Əlbəttə şeirin davamı var. Zahirən çox da gözəl bir kitabdır. Amma heyif olsun ki, vaxtımız yoxdur, bunu oxuyaq. Gedək 150-yə də oradan da biraz oxuyaq və sonra görək ki, bizi rüzgar hara aparır. Bu 150-nin dastanının əvvəli çox da arxadan başlanır, amma Ə'dayı gümrahan şah-ı ali şənün gədayı bidərmanə məhəbbəti olduğu imtihan etdikidir. Bir gecə bir neçə rəqib dəğəl bir-biri ilə etdi bəhs-u cədəl. Başladı sözə biri eylədi ah, dedi gayət sür cədasını şah. Dedi gayət sevər cədasını şah. Nəzəri var cədasına şahın, adı getməz dilindən ol mahun. Söhbət üstündə ol mülk-i nəzər, adını ansa hürmət ilə əgər, anmaq almaq da dedik bu. Anmaq, almaq, yada gətirmək beləsi. Adını ansa hürmət ilə əgər, biri dedi ki, eyləmək buhtan. Qatı sevməz cədayı bi şahı cahan. Qatı yəni qəti, çox qatı adam, yəni çox ciddi. Qatı sevməz cədayı şahı cahan. Nəzəri varmışsə şahın ana, bunca yıldan bəru ididi vəfa. Bunca yıldan bəru edeydi vəfa. Biri daxi dedi əgər nagah, əgər isə cədayı bir dəxi şah. Anar isə burada nun oxunmalıdır. Anar isə cədayı bir dəxi şah. Deyəsiz oldu ol fəqir. Sardılar mətnə
köhnə həsir. Bu məttinə nə olacaqdı? Mittinə. Şah sağ olsun ol yerə girdi. Əlbəttə burada bir şey də yazıblar ortada həqir, fəqir məsələn. Deyəsiz oldu ol fəqir, həqir saldılar məttinə köhnə həsir. Ehtimalən bu da beyt olar məsələn. Əlbəttə beyt də deyil mittinə. Bilmirəm nə anlamına gəlir. Şah sağ olsun ol yerə girdi. Burada şeirin izafəsini gətirib iki misrənin arasında yazıbdı. Oldu dünyasını oldu o dünyasını dəcişirdi. Əgər əcrisə şah lalə uzar biləsiz kim ana məhəbbəti var. Sönüb xəşm ilə sönərsə ana. Sevinib ehtimalən ya sönüb xəşm ilə sönərsə ana can u dildən ədü o geda. Ədü sərdir o geda. Bunu baş tapmadım nə mən oxuyayım. Yəni bu sətrdə zora düşdüm dostlar. Şahini bu rəsmi imtihan edəsin siz. Şahi bu rəsmə imtihan edəsiz. Ola kim razini əyan edəsiz. Qıldılar hüsnü rəyi ilə tədbir, etdilər ol gəda üçün təzvir. Bir gün ol şah aqil üdana, dedi nə üçün görünməz oldu gəda. Görünməz oldu gəda. Ağustanımda bir qəribimdir, gülüstanımda əndəlibimdir. Xəstəyi eşq dərdnaküdür. Xəstəyi eşq dərdnaküdür. Bu bülcə yıldan biru həlaküdür. Qıldı bir bu rəsmə çünki istifsar, müstərib oldu cümləyi əğyar. Dedilər bin niyaz ilə sən ma qələbə eyləyib ana sevda şayətdə. Tiğ ilə sinəsini çak etmiş, kəndüzünü həlak etmiş, özün həlak etmiş. Kəndüzünü cəm bağlayıbdır. Kəndüzünü həlak etmiş. Həşrətək müstədam ömr oləsiz. Necə anın gibi gəda biləsiz. Yerdə yetdikcə ol qərib gəda. Ömrü ki eyləsin ziyadə xuda. Şah eşidincə bu qəra xəbəri, doldu yaş ilə iki didələri. Doldu. Ağlayıb iki çəşmi cadusi, qare bas yasini tutdu əbrusi. Davam qayaq qalsın, gedaq son səhifələri baxaq, görək onlarda nə görürük. Bunları sonralarda da bir şeylər yazıb. Əvvəl kitabın son şeirlərini oxuyaq, eləyə bilsək. Buradan oxuyaq, çox da oxumayaq. Kim də kim olə nur-i mehr cəmil, olamaz zərrəcə duaya bəxil. İndi orada da bir yerdə bu bəxil kimi bir şey görmüşdüm. İndi burada görürəm ki, o bəxilmiş. Məsələn, burada dəstəli T altında üstündə nöqtə. İndi görürəm ki, o bəxil oxunacaqmış orada.
Nəzər pak ilə. Onun üçün deyirəm dostlar, kitabı əlyazma kitab oxuyanda qələt oxumağına diqqət eləməyəcəksiniz. Mənasına diqqət eləyəcəksiniz. Sonra da gələcəksiniz. Gəldikcə sonuncu səhifələrdə o kəlmə təkrar olacaqdır. Çünki insanlar bir məlum kəlmələrlə, sözlərlə danışırlar ya yazırlar. Yəni bəlli, sayı bəllidir. Çox ucsuz bucaqsız sözlü adam yoxdur dünyada. Onun üçün o sözləri ki başlayıbdır, onu təkrar eləyəcək. Hey daha yenidən onları dilə gətirəcəkdir. Dilə gətirəcək. Orada getdikcə mənada adam anlar ki, bu kəlmə ki belə yazılıbdır, bu söz ki belə yazılıbdır, bu nə oxunur, düzü nədir? Sonra o bir dəfə də qeyd oxuyanda əl yazmanın yolu belədir. Elə belə də əlifbanı da belə kəşf ediblər də. Məsələn deyiblər ki, əlifbanı kəşf edəməyək. Məsələn istəyiblər qədim əlifbanı oxuyalar. Baxıblar görüblər ki, bu təkrar olur. Məsələn bu şəkil ki çəkiblər əlifba üçün, bu şəkil neçə yerdə təkrar olur. Bunu səsə çevirməyə çalışıblar. Bir ayrı yerdə bunu oxumağa, bir ayrı dildə oxumağa çalışıblar. Orada bir kəlməni tapandan sonra, məsələn orada deyək ki, Allah sözün məsələn tapıbdılar. Görüblər ki, Allahı beləsi yazırlar. Ondan sonra o a, lam, iki lam məsələn, he, onları orada kəşf eləyəndən sonra yavaş-yavaş bunları orada burada kəlmələri qıs əlahaza, yəni həds-i güman üzü ilə oxuyublar ki, çox da yalan çıxır bəzən. Çünki eləyə bilər biz o kəlməni doğru oxumamışıq. Onun üçün də görürük, məsələn, bu qədim yazıların bir çoxu yalan oxunur, düz oxunmur, ya anlaşılmır hətta. Gedəlim olə nur mehr cəmil, oləməz zərrəcə duaya bəxil, nəzəri pak ilə edər nəzəri, görübcə bu müfid muxtəsəri. Görəcən bu müfid و muxtəsəri. Ya ilahi به حق نور رسول عالم اطرə eylə duamı qəbul. Xaməmi bab eşqə qıl miftah, naməmi eylə rahatül ərvah. Bu kitabım olunca روز qiyam, olə anınlə əhl-i eşqə mudam. O da alınca olə ələ, əlbəttə olədir, olə anınca əhl-i eşqə mudam. Bu əyandır ki, göz görə neçə... Burada bir şey yazıb oxuya bilmirəm nədir. Bu əyandır ki, göz görə neçə bir şey xər. Ana eyni təqib ilə bəqər. Bəqər baxar neçə xər. Bu əyandır ki, göz görə neçə xər. Mən burada xər oxuram. Ana eyni təqib ilə bəqər. Şeir on əgər şüəradən əgər ki yer oni bir oni şüəradan ki əgər yer oni ondan olursa sarık məni ömrünün gülləri qəmus olsun, illər içrə cavan mərc olsun. Külli mənaya özü dursa dəst, külli mənaya öz duruysa dəst, dəsti olsun çınar gibi şikəst. Nəqə gibi olub vücudi ədəm. Bilmirəm nəqə yəni nə mənə. Nəqə gibi olub vücudi ədəm, qurusun bir bərməği misli qələm. Barmaq, bərməği, qurusun bərməği. İndi kitabına biri əl aparsa, bunun mənasını değiştirsə, bundan oğurluq eləsə, onları qarğış edir. Mər əlif olə gəlinə bitər, yetər şayət də. Mər əlif olə
gəllinə yetir çəkə mər misrə əgər bir şəmşir əkrəmül əkrəmin sən ya Rəbb əkrəmül əkrəmin sən ya Rəbb ərhəmür rahimin sən ya Rəbb bizi qərq eylə bəhr rəhmətünə layiq olan budur çün fiqrətünə baş tapmadım. Burada da bir kəlməni oxuya bilmədim. Calibdir. Buradan sonra fikri ki məhrəm eylə aləmdə fikrini olacaqdır. Fikrini məhrəm eylə aləmdə zikrini həmdəm eylə son dəmdə fikrini həmdəm eylə son dəmdə eyni əfvünlə ol bizə nazir sözümüz budur əvvəlü axir təmmət kitab bunu oxuduq dedik ki yazanın adı Dərviş Məhəmməddir burada da əlbəttə indi möhrə bir baxış bu möhrə oxuya bilirik yox oxuya bilmədim bunu qıraqlarında da bir şeylər yazıblar bunlar sonra yazılıblar o xəttə ilgisi yoxdur bunlar sonra yazılıblar Sultan Mustafa Bayezid Sultan Bayezid Sultan Üləma Sultan Səlim Üləma olmayacaq bu ayrı bir şey olacaqdır çünki elə bir sultanların adını yazıbdır Sultan Səlim Sultan Cahangir Sultan Abdullah Sultan Abdüləhməd demənə Sultan Əhməd Sultan Yaqub Sultan Yusuf Sultan Həsən Sultan Aləmşah Sultan Qorqud Sultan Hüseyn Sultan İshaq Sultan Vadi Sultan Ömər Sultan Əlaəddin burada bir sultanlar yazıblar ki bilmirəm bu sultanlar haranın sultanıdır 1003 tarix Cəmadül əvvəlinin 6-cı gün seşənbə gün bə'dəz əsr Sultan Murad xan bunu biraz çevirək görək ki oxuya bilirik əgər eləyə bilsək bunu oxuyaq yaxşı olar 1003 tarixi Cəmadül əvvəlinin 6-cı günü seşənbə gün bə'dəl əsr Sultan Murad xan vəfat edib pəs bu kitabın tarixini beləsi yazılır 1003 burada düz olurdu onda burada 1005'i gördük biz amma bu 1003'ün tarixini yazır ki Sultan Murad xan 1003 Cəmadül əvvəlin 6-cı günü hətta seşənbə burada yazıbdır seşənbə günü bə'dəl əsr Sultan Murad xan vəfat edib mah məzburun 17-ci gün cümə günü yəni indi orada 6-cı gün idi seşənbə bu da 17-ci günü cümə günü salat vaxtında Sultan Məhəmməd xan səadətlə gəlib cülus etmişdir mərhum Sultan Murad xan əvvəl gün bə'dəl əsr dəfn edib ailəsini Baqi Səid və nəminə gedib Şəhin Mühiq əhədlər və dəxi vəfat etdiyi rəhmətullah əleyhim nəminə məqbul olan
şəhzadələr ki, əsamiləri yedib ki, bəyan edilir. Hə, onun ehtimalən uşaqlarının adıdır bu. Mustafa, Bayezid, Əlmah. Ehtimalən Əlmah qız adı olacaqdır. Səli, Cahangir, Əbdullah. Yəni burada 6 dənə üstə, bu 12 dənə uşaq, 18 dənə uşağı varmış, məsələn 19 dənə hətta. Burada bir dənə də tarix qoyubdu. Bu kitab o zaman yazılıb, yəni ehtimalən bu adam Sultan Murad xan zamanı onun ölümünü görübdü, ölümünü yazıbdı tarixin. Deyib ki 1303'dür. Biz orada da oxuduq səni 1005'də bu kitabı yazmağa başlayıblar, ya şey ediblər. O Fransızcasında oxuduq yəni onu. Sultan Muradın da ailəsinin adlarını gətirmişdi. İndi bunlar da şeirdir, ehtimalən beləsi yazıbdı. Yenə göstərdi yüzün sübhü səadət dilbəra. Qüssə və qəm gətiri gəldi birinə xof و səfa. Verdi dil can xaک پایه. Tamam. Burada görmüşdük o şey ki yazmışdıq, tarix burada yazmışdı. Əgər bundan bir şey oxuya bilsək yaxşı olar. Şəhriyari şoq qərib İsfəndiyar hərb zərb. Hər nədir bu şeirdir. Bunu tarixin bu tarixdə yazıb. Biz bu tarixi buradan götürdük. Şad olub oldum onun tiğ bədi tarixinin. Gəldi aldı İqribi Sultan Məhəmməd İbtida. Burada tarix qoyubdu. Aşağıda da yenə bu səhifədə burada neçə dənə tarix qoyubdu ki 1005'i göstərir. Əlbəttə bu kitabın yazılma və tarixi deyil. Bu şey tarixidir. Yəni bu adam ki kitabı alıbdı. Tamam. Bu kitabdan eşiyə özü bu kitabı alan bir şeylər yazıbdı bu kitabın qıraqlarında. Biz onları gördük. Onların tarixi odur. Kitab bundan öncələr, çox öncələr yazılmış görünə bilər. Yəni dedik ki bu kitab 445 il bundan qabaq, 42 il bundan qabaq buna tarix qoyulubdu. Kim tarix qoyubdu? Yazanlar. Ehtimalən bu kitab daha çox öncə yazılmış olar. Yəni ən azından deyək ki, bu məsələn, əlbəttə bəlkə Google eləsək bunun tarixi də gəlsin ki, nə idi? Şah-ı Gəda Türki. Görək ki, burada biz ChatGPT görək, mən bunu farsça yazdım. Soruşaq görək ki,
Görək ki, bir kitab məlumat gətirə bilir ya yox. Hər halda bu günləri bir dənə xülasə onun Türkçədə istəkamdəyik. Məsnevi Dori Osmani در بنا موضوع هست اینجا چه اثری عنوان اثر در بنا عثمانی فارسی لاتین شده معمولا به صورت شاهو یا کتابی شاهو جدا به فارسی شاهو جدا یاد شده قالب شعر اثر مثنوی است داستان و در قالب شعر مؤلف یکی از نسخه ها و نسخه شناسی هایی که در منابع کتاب شناسی و موزه ثبت است اثر Taşlıcalı Yahya. Taşlıcalı Yahya ya Yahya Bey. Bunu oxumuşduq orada da. Yəni o əvvəldə o Fransa şeyində gördük ki, bunu dedi Yahya Bey. İndi gedək o kitabı açaq əvvəl bir orada baxaq. Burada yap əvvəlində bu kitabın burada oxuduq ki Yahya Bey. او یحیی شبتوی یحیی بیگ یا یحیی شبتاوی مثلا. Tamam, bu da bunu burada görmüşdük əvvəldə. Bunu burada yazıbdır Fransa dilində, amma gedək yenə də bura baxaq görək ki را به عنوان مؤلف معرفی می‌کنه وی شاعر دیوانی سده 16 دوره عثمانی است و در سده 16 دوران سلطان سلیمان قانونی فعال بوده است. پس bu اگر سلطان سلیمان قانونی zamanında برخی نسخ خطی از همین مصنف به سالهای حدود 978 980 هجری قمری yəni kitab budur. Yəni yazılış ili deyək ki 978 ilə 980 arası 2 il fərq edir, mühüm deyil. Hicri qəməri. İndi bunu da gedək burada maşın hesabla hesablayaq, görək ki nə olar. 1447-dən əgər çıxsaq 980-i deyək. 980-i çıxsaq 467 il öncə. Mənim nəzərimə gəlir ki 467 il öncə bu kitabı yazmış görünür. Ən azından, yəni bu hududlarda yazmış görünür. این یعنی نسخه‌ای که امروزه از شاه جدا شناخته شده عمدتاً قرن 16 اند دوران سلطان سلیمان قانونی چه از نظر زمانی قبل از برخی سلاطین مراد خان یعنی بعدی است اما پیش از سلطان مراد دقیقاً بستگی دارد هر کدام از مرادها را منظور گرفته اید. محتوای اثر نسخه ها و محل برخی نسخ چند نسخه مصور biz musavvərin görmədik. Yəni biz görmədik ki, o nəqqaşlı olsun. Kitabi Şahu Geda در مجموعه موزئی و کتابخانه‌ای ثبت شدند. مثلا مجموعه Harvard Art Museums چند برگ مصور از این نسخه را فهرست کرده است. Əlbəttə mən bu bir neçə gün bundan öncə buradan tapa bildim. Dərxastı. Bir dənə burada şey eləyirdim, görüm ki ihtimalən buradır. Şeylərdən bu yox, bu deyil. Mütəəssifانه görmürəm indi onu. Bir dənə burada bir araşdırma istirdim aparam. Mütəəssifانه yarımçılıq qaldı. O da buydu ki, istirdim görüm ki, məsələn, İngilistanın məşhur kitabxanalarında hansı türkcə kitablar var, onların siyahəsini istəyim. Mənə verdi əlbəttə, bunu verdi. Mən də onu telefonuma download eləmişəm. Birazın. Dedi ki, hamısını verə bilmirəm. Və onlar ki, fəqət bu ingilislər qoyublar, insanlar görə bilsin. Fehrist eləyiblər, onları deyir.
Yəni internetdə budur da, internet bundan ibarətdir ki, gedir görür ki, nə yazılıbdı, onu alır, sizə təhvil verir. Yalan, doğru hər nə yazsalar sizə onu deyir. Yəni internetdə bu ağıl yoxdur ki, otura bunları deyək ki, bu yalandır, bu doğrudur. Deyir, yox, beləsi yazıblar, bu da bunun üzü ilə də budur. Hər halda bu qədər feylən bu günə yetər. İnşallah nə deyirlər, bu günləri bir böyük türkcə dillə, əsərlə türk dili uyğarlığında və yazı uyğarlığında bir böyük əsər ilə tanış olduq ki, ən azı 467 il bundan qabaq bu kitab yazılmış. Türkcədə çox gözəl bir türkcədə yazılmış. Mən sevdim və oxumağı da rahatdır. Yəni bəlkə bir neçə kəlmə oxuya bilmədik. Deyək ki, 1000 kəlmə oxusaq bundan mümkündür ki, bir 10 kəlmə oxuya bilmədik ki, onlar %1 kəlmə. Məncə ərzişi var. Yəni çox yaxşıdır. Sağ olun, sağ qalın. İnşallah Allah ömür verirsə